Dostlar, bir vacib məsələni nəzərinizə çatdırım. Nəinki idmançı üçün, pəhrizdə olan üçün və sairə fərq eləmir. Bütün insanlar üçün, yəni gənclərimiz üçün. Son neçə ildir, bax, yenə deyirəm ki, təkrar eləyirəm ki, 30 yaşında insandır, infarktdan ölür və sairə və ilaxır. Əksəriyyəti deyir ki, Murad bəy yağdan ola bilməz, tək yeməkdən ola bilməz. Təbii ki, mən sizinlə razıyam. Sadəcə burada bir məsələ var ki, insanın hüzuru olmayanda, yəni rahatlığı olmayanda psixoloji problemdir bu. Bu sənə ziyan verir. Həqiqətən nə sağlamlığını sənin əlindən alır. Onun üçün ilk növbədə sən nə etməlisən dostlar? Bax, bir daha söyləyirəm, fərq eləmir, bəyli, xanımdır. Günorta heç olmasa 1 saat yat. İnanınız ki, bax siz özünüz də görürsünüz, yatanda 1 saat insanda necə o əsəb sinirləri sakitləşir. O səni məhv eləyir. Və burada məsələ odur ki, insan yaşlaşdıqca, yəni vaxt getdikcə o sinir, o əsəblara daha çox sənə təsir eləyir. Bir daha söyləyirəm ki, çalışın psixoloji sağlam olun. Yəni vəssalam. Hər kəsə uğurlar.